Salam dəyərli tələbələr, mən Əzzə Nuriyeva. Bugün sizə OTK-nın riyaziyyatdan 14-cü sınavının izahını verəcəm. Birinci sualımızın izahı ilə başlayaq. Birinci sualımızda uşaqlar deyir ki, əbob 12n kvadratı 8-in 12n kvadratı 12-in bərabərdir, 12 olarsa. Birinci baxaq uşaqlar. Əbob nə idi? Əbob əlbəttə ki, ortaq vuruğu idi. Əbob ortaq vuruğumuzdursa, biz deməli necə yazarıq? Biz yazarıq birinci, onların ortaq vuruqlarını çölə çıxartmaq şəklində. Yəni, yazaram ki, 12n kvadratı və 8n-də ortaq nəyimiz var uşaqlar? Ortaq varımızdır 4n-imiz. Çıxardaram 4n-i çölə, içəridə qalar 3n üzərinə gəlinsin 2. Digər vuruğumuzda da əslində hər ikisindən 12n çıxır çölə. 12n çıxdıqda alırıq içəridə n plus 1. Bunların da yenə hər ikisində ortaq olanımız 12-yə bərabərdir. O zaman 4n ilə 12n-dən də nədir ortağımız? 4n vuruğunun olduğunu bildik. Çünki bu 4n vurulsun 3 şəklindədir. Ortağımız 4n olduğu üçün 4n-imiz 12-dir. Buradan da n-in 3 olduğunu bildim. N-in 3 olduğunu bildimsə, gətirib aşağıda yerinə qoysaq, əbob. Deməli, yazarıq nə? 3-ün, heç 3-ün kvadratı falan yazmıram, aparıb yerinə qoymuram. Baxın uşaqlar, niyə yerinə qoymuruq? Ortaq yenə nəyimiz var? Əbob, n kvadratı üzərinə gəlsin 3-in və həmçinin də n kvadratı üzərinə gəlinsin 4n dir. Ortaq olaraq hər ikisindən də n çıxır, n çölə çıxır. N çölə çıxırsa, baxın, buradan ortaq n çıxacaq, buradan da n çıxacaq. Deməli, əbobunuz n-dir. N-imiz də nə idi? 3 idi. Cavab olacaq 3C variantı. Cavabımız C variantıdır. C. Davam edirik növbəti sualımla uşaqlar. Növbəti sualımızda bizə nə deyir? Bizə deyir ki, sahəsi 96, sahəsi 96 olan düzbucaqlının tərəfləri 2-3 nisbətindədir. 2-3 nisbətindədirsə uşaqlar, nə edərsiniz? Birinci növbədə yazaram ki, bir tərəfim 2x-dırsa, digər tərəfim 3x-dır. Sahəni tapmaq üçün n uzunluğuna vururuq və 96-ya bərabər edirik. Buradan alıram 6x kvadratım 96-dır. X kvadratımı buradan alacaq 16 olduğunu. X-imiz də mənfi ola bilməz, çünki tərəf hər zaman müsbətdir 4. Mənə deyir ki, deməli, perimetri bu düzbucaqlının perimetrinə. Perimetrimizi də tapmaq üçün nə edərik? Tərəflərimiz 2x və 3x idi. Cəminin 2 qatı sizə verəcək perimetrinizi. 5x 2 10x-im, o da bərabərdir 40-a, çünki x-im 4-dür. Perimetri düzbucaqlının perimetrinə bərabər olan kvadrat. Kvadratın perimetri nə idi uşaqlar? 4a. Yəni deməli kvadratın tərəfi nədir? 10-dur. Sahəsi nə olacaq uşaqlar? Kvadratın sahəsi təbii ki olacaq 10-un kvadratı. Yəni 100 olaraq cavabımızı alırıq A variantı. Davam edirəm növbəti sualımla. Növbəti sualda uşaqlar təhlillər sistemidir. Birinci növbədə bir dəfə alt-alta toplayarıq, bir dəfə də alt-alta çıxaq uşaqlar. Deməli, alt-alta topladıqda nə alıram? Alt-alta topladıqda 2x bərabərdir nəyə? 2 kök 5-ə, yəni x-imizin kök 5 olduğunu alıram. Bəs alt-alta çıxsam nə olur uşaqlar? Gəlin, biz ikincidən birincini çıxaq. X-dan x çıxıram, getdi, y-dən mənfi y çıxmaq 2y-dir. Kök 2-dən də mənfi kök 2-ni çıxmaq 2 kök 2 olaraq yazacaq. Y-imizin də kök 2 olduğunu aldıq. Y-imiz də kök 2-dirsə, məndən x kvadratı ilə y kvadratını istəyir. X kvadratı kök 5-in kvadratı, y kvadratı kök 2-nin kvadratı. 5 ilə 2-nin cəmi sizə verəcək 7-ni C variantı. Davam edirəm 4-cü sualımdan uşaqlar. 4-cü sualımda diqqətlə baxırıq. Uşaqlar, baxıram ki, 43 ilə 47-nin cəmi bizə nəyi verir? 90-ı verir. Biz demişdik ki, əgər bu şəkildə cəmlər 90 dərəcəyə bərabərdirsə nə yazarıq? Biz rahat şəkildə gətirib bunun yerinə uşaqlar kosinus kvadratı 43 dərəcəni yaza bilirik. Cəmlər dediyimiz kimi 90 dərəcə olarsa. Əgər bunu yazdıqdan sonra sinus kvadratı alfa ilə kosinus kvadratı alfalar eynidir deyə nə olacaq? Bu bizə verəcək 1-i. O zaman mən nə alıram? Alıram ki, loqaritma sinus 43 dərəcə əsasdan nə? 1 uşaqlar. Sinus 43-ün üstü nə bizə 1 verir? Əlbəttə ki 0. Nəyin üstü 0 olursa olsun, o bizə nə verəcək? 1 verəcək. Ona görə də cavabımız olacaq 0, 0, B variantı bizim cavabımızdır.
5-ci sualımızdan davam edirik uşaqlar. 5-ci sualımızda tənliyimizi həll edin deyir. Uşaqlar, pi üzərinə gəlsin x bölünsün 5-dən eləyir, ad dəyişmir, olduğu kimi qalır. Ona görə də biz rahat şəkildə nə yazarıq? Yazarıq ki, kosinus kvadratı x bölünsün 5. Həmçinin 2pi'də də yenə ad dəyişməyəcək və nə olur? X böl 5'imiz olduğu kimi qalacaq. Çıxılsın sinus kvadratı. Kvadrat da deyə də müsbət olacaq, unutmayın. 5 bərabərdir 1'ə. Uşaqlar, bu nəyin açılışıdır? Kosinus kvadratı alfadan sinus kvadratı alfanı çıxmaq bizə kosinus 2 alfanı verirdi. Yəni, o zaman mən nəyə yazaram? Yazaram ki, kosinus 2x böl 5'iniz nəyə bərabərdir uşaqlar? 1'ə bərabərdir. Baxın, bunu düsturumuzu tətbiq edib yazırıq. Və kosinus 2x bölünsün 5'imiz 1'dirsə, o zaman 2x bölünsün 5'imiz nəyə bərabər olacaq? 2x bölünsün 5'imiz də bərabər olacaq. Təbii ki, 2pi k'ya. X'imizi də buradan taparıq. X'imizi tapmaq üçün 2'lər ixtisar gedir. Pi k bölünsün 5, daha doğrusu vurulsun. Böldüsə vurulacaq. 5 pi k sizin cavabınız olacaq. Cavab olacaq A variantı. Davam edirik 6-cı sualımla. 6-cı sualımda mənə nə deyir uşaqlar? X kvadratı çıxılsın 6x üstəlik 9 bərabərsizliyini həll edin deyir. Uşaqlar, yuxarıya baxıram, nə görürəm? Yuxarıya baxıram, görürəm ki, x çıxılsın 3'ün kvadratının açılışıdır. Aşağı nədir uşaqlar? X üzərinə gəlsin 2'nin kvadratının açılışıdır. Kiçik bərabərdir 0 deyir. Uşaqlar, kvadrattırsa deməli bunların minimum qiyməti nədir? 0'dır. Əgər minimum qiymətin sənin 0'dırsa, deməkdir ki, sənin bu ifadən x çıx 3 bölünsün x üzərinə gəlsin 2'nin nəyə bərabərdir? 0'a bərabərdir. Aydındır mı? 0'a bərabərdir. O zaman x-in qiyməti nə olacaq? Təbii ki, 3 olacaq. Yalnız 3 D variantı olaraq cavabımızı götürürük. Davam edirəm 7-ci sualımdan uşaqlar. 7-ci sualımda mənə nə deyir? 7-ci sualımda da loqaritma A əsasdan B-S 5'dir. Uşaqlar, bunu hansı şəkildə yazarıq? Loqaritma A əsasdan B üzərinə gəlsin loqaritma A əsasdan C. Çünki niyə? Ortada toplama işarəti vurma şəklində yaza bilərdik. 5'imizi yazarıq və həmçinin bizə verilib loqaritma A əsasdan B bölcək. B bölcəyə görə də yazaram nə? Loqaritma A əsasdan B çıxılsın loqaritma A əsasdan C bərabər nəyə 3'ə? Tənlər sisteminə görə mən bunları alt-alta toplasam, alt-alta topladıqda nə alıram? Alıram 2 dənə loqaritma A əsasdan B-miz 8'dir. O zaman bunun qiymətinin 4 olduğunu bildim. Bəs alt-alta çıxdıqda nə olacaq uşaqlar? Alt-alta çıxdıqda da 2 loqaritma A əsasdan C-miz 2'dir. O zaman loqaritma A əsasdan C-miz nədir? 1 olaraq cavabımızı alırıq. İfadənin qiymətində nə istəyir? Loqaritma A əsasdan B və loqaritma A əsasdan C. A əsasdan B-miz 4 idi. 4'ümüzü yazarıq. A əsasdan C-miz də 1 idi. 1'i yazanda 4'ü 1'ə vurub 4'ümüzü alırıq. Y variantı. Davam edirəm 8-ci sualımdan uşaqlar. 8-ci sualımda mənə nə deyir? 8-ci sualda deyir ki, medianı 6 cm olan bərabər tərəfli üçbucağın, daxilinə və xaricinə uşaqlar. Bərabər tərəfli üçbucaq haqqında danışanda biz demişdik ki, bu medianların ağırlıq mərkəzi var. Ağırlıq mərkəzindən də nə edirlər uşaqlar? Medianlarınız kişinin 1'ə nisbətində bölünür. Bərabər tərəfli olduğu üçün, medianınız da 6 olduğu üçün deməkdir ki, medianınız bölünür nələrə? 2 və 4 nisbətində bu şəkildə bölünəcək. Və siz bilirsiniz ki, həmin qısa hissəniz daxilinə çəkilmiş çevrənin radiusudur. Kiçik erimdir. Böyük erim nədir uşaqlar? Təbii ki, 4'ümdür. Xaricinə çəkilmiş çevrənin radiusu da böyük hissəmizdir. Yəni, medianımıza bərabərdir nə? Xaricinə və daxilinə çəkilmiş çevrələrinin radiusları. Yəni, cavabımız olacaq bu ikisinin cəmi. 6 bizim cavabımızdır. Bəli, davam edirik uşaqlar 9-cu sualımızdan. Kompleks ədədinin həqiqi hissəsinin xəyali hissəsinə əmsalına, daha doğrusu hasilini tapın. Xəyali hissəsi ilə həqiqi hissəsinin əmsalına hasillərini tapmalıyıq. Birinci növbədə nə edirik uşaqlar? Təbii ki, vurub açarıq. Gəlin, vurub açaq uşaqlar. Yazarıq. Deməli, Z bərabərdir 2 çıxılsın 3i-nin kvadratı. Nəyin açılışı uşaqlar? Promoy yazarıq. 2'nin kvadratı 4 çıxılsın 2'sin hasilinin 2 qatı 12i üzərinə gəlsin 9i kvadratı üzərinə gəlsin 1'in kvadratı 1 cəmlərinin hasillərinin 2 qatı
6i və üzərinə gəlsin 9i kvadratı bərabərdir. Deməli, birinci növbədə -9 və -9 olduğunu bilirik i kvadratına görə. 4-ün üzərinə 1 gəlirəm, verir mənə 5-i. 5-dən də nə? -18. 5 ilə -18 də sizə verəcək nəyi? -13. -12 ilə 6-nin də cəmi -6 eləyəcək. Uşaqlar, həqiqi hissəsinin, deməli, həqiqi hissəsi nədir? -13-dür. Xəyali hissəsi də -6-dır. Hasilləri sizə nə verir uşaqlar? 78-i verəcək. Cavab A variantı. Tənliyinin köklərindən biri uşaqlar. -2 var burada. Burada -2 var. Baxın, çünki mənfi çapla digər tərəfə düşüb. Ona görə birinci ayağında orada -2'miz var. Deməli uşaqlar, -2 olarsa A parametrinin qiymətini tapın deyir. Nə edərik uşaqlar? Əlbəttə ki, köklərindən biri -2 aparıb -2'nin yerinə qoyaram. 2 vurulsun -2'nin kubu çıxılsın. A vurulsun -2 üstə gəl 4 bərabərdir 0-a. -2'nin kubu -8, 2'yə vurduqda -16. Üzərinə gəlsin 2A üzərinə gəlsin 4 bərabərdir 0. 2A'mız da bərabərdir 12'yə. A'mızın qiymətinin 6 olduğunu tapıram. Davam edirəm 11-ci sualımı. Uşaqlar, 11-ci sualda birinci baxırıq nəyə? Loqaritma 7 əsasdan nə sizə 0 verir? Əlbəttə ki, 7 üstü 0 sizə nəyi verəcək? 1 verəcək, düzdürmü? Deməli, nə yazarsınız? Siz elə yazarsınız ki, loqaritma 2 əsasdan, loqaritma 4 əsasdan, x çıx 2 nəyə bərabərdir dedik uşaqlar? 1'ə bərabərdir. Bəs nə zaman 1'ə bərabərdir? O zaman ki, bu nəyə bərabərdir uşaqlar? 2'ə bərabərdir. Yazaram o zaman nə? Loqaritma 4 əsasdan, deməli, x çıx 2'miz nəyə bərabərdir? 2'ə bərabərdir. Və biz alırıq ki, x çıxılsın 2'miz də bərabərdir nəyə? 4 üstü 2'yə, yəni 16'ya. Deməli, x-imizin hansı qiymətində? 18 qiymətində. Cavabımız olacaq 18. Davam edək növbəti sualımızla. Növbəti sualımız 12-ci sualda uşaqlar bizə nə deyir? 12-ci sualda da bizə deyir ki, sinus kvadratı 3x və kosinus kvadratı 4x çıxılsın. 0,5 kosinus 8x. Aha, uşaqlar, bu da düsturumuzdur. Baxın, sinus kvadratı 3x-in yerinə mən aparıb rahat şəkildə nə yazaram? Bir düsturumuz var bizim, sinus kvadratı alfa bərabərdir. 1 çıxılsın kosinus 2 alfa bölü 2'yə, düzdürmü? Baxın, buna əsasən də nə yazarıq? Yazaram sinus kvadratı 3x-in 12 sinus kvadratı 3x-in bərabərdir. 1 çıxılsın kosinus 2 alfa dedik. Yəni nə yazarıq? Kosinus 6x-ımı yazaram. Bölünsün 2. Bu da nədir uşaqlar? Bu da təbii ki 2'də 1 ilə 2'də 1 kosinus 6x-dır. Və həmçinin nə yazarıq? Kosinus kvadratı, bəs 4x-ıma nə yazaram? 1 üzərinə gəlinsin kosinus 2 qatı 8x böl 2 yazaram. Belə. Bu da bizə verir nə? 2'də 1 üzərinə gəlinsin 2'də 1 kosinus 8x-a. Gətirib yerinə yazsa uşaqlar, baxırsınız, burada nədir? 0,5 ilə veriblər. Yəni, bunlar da onsuz da 0,5'dirlər, bilirsiniz. Yazarıq necə? 2'də 1 ilə 2'də 1 çıxılsın 0,5 kosinus 6x. Üzərinə gəlsin 2'də 1 üzərinə gəlsin 0,5 kosinus 8x. Çıxılsın 0,5 kosinus 8x. Və üstə gəl 0,5 kosinus 6x. Baxıram uşaqlar, ixtisarlarım gedir. 2'də 1 ilə 2'də 1'in də cəmi 1 olaraq cavabınızı alırsınız ki, cavab 1'dir. Davam edək növbəti suallarımızla uşaqlar. Növbəti sualımız 13-cü suala baxır uşaqlar. Deyir ki, 13-cü sualda nədir? Deyir ki, ABC üçbucağında AB BC-yə bərabərdir. Yəni, bu bərabər yanlı üçbucaqdır. AM də nədir uşaqlar? Hündürlüyünüzdür. AM də hündürlüyünüzdür ki, 90 dərəcə altında kəsişirlər. BM-in 6 olduğunu verib, 6'mızı yazarıq. MC-nin də 4 olduğunu veribsə, avtomatik olaraq mən bilirəm ki, AB-miz də nədir? 10'dur, çünki bərabər yanlı olduğunu demişdik. O zaman baxın, bu mən
ABM düzbucaqlı üçbucağını görərəm və deyirəm Pifaqor teoremini tətbiq etsək, AM-in nə olduğunu, 8 olduğunu görürəm. ABC üçbucağının sahəsini istəyir uşaqlar. Yəni yekə üçbucağın sahəsini istəyir. Üçbucağın sahəsi hansı şəkildə idi? Təbii ki, tərəf nədir? 10. Tərəfə endirilmiş hündürlüyün yarısı sizin ixtiyari üçbucağın sahəsinin düsturudur və biz alırıq cavabımızı 40B variantı. Davam edirəm növbəti sualıma. Növbəti sualım uşaqlar 14-cü sualdır. 14-cü sualda deyir ki, diaqonalı 13 cm olan qabarıq dördbucaqlı. Yəni bizə nə deyir uşaqlar? Dördbucaqlımız ixtiyari dördbucaqlıdır. Yəni siz hər hansısa bir, məsələn, dördbucaqlı çəkə bilərsiniz. Qəşəng çəkək. Baxın uşaqlar, bunun bir ixtiyari diaqonalını çəksəm, belə bir diaqonal çəksəm və bu diaqonalı 13 desəm, burada A, B, C, D desəm, deməli, nə görürəm uşaqlar? Nə görürəm? Deməli, uşaqlar, baxarıq nəyə? Baxırıq burada bizə nə istəyir? İstəyir perimetr, deyir ki, dördbucaqlının perimetrinin ən kiçik tam qiymətini istəyir uşaqlar. Uşaqlar, birinci siz nəyə baxarsınız? 2 dənə üçbucağımız var. Baxın, bu üçbucaq və bu üçbucağımız var. O üçbucaqlardan mən nəyə baxıram? O üçbucaqlardan baxırıq, deməli, nəyə? Buranın 13 olduğunu bilirəmsə, sizdən ən kiçik dediyi üçün bilməlisiniz ki, sizdən deməli ən kiçikdirsə, 13-dən yenidən olmalıdır, mütləq şəkildə böyük olmalıdır da digər iki tərəf. Ona görə bu şəkildə yazsam və həmçinin digər üçbucağa görə də CD şəklində yazsam, perimetrim nədir ay uşaqlar? Perimetrim A, B, C, D-dir, düzdürmü? Və mən bunları alt-alta toplasam nə alıram? Alıram ki, mənim bu ABCD-im nədir ay uşaqlar? Böyükdür nəydən? Böyükdür mənim perimetrim nəydən? 13, 13, 26-dan. 26-dan böyükdürsə, sizdən də ən kiçik tam qiymətini istəyirsə, nə götürərsiniz? 26-dan böyük ən kiçik qiymət təbii ki, olacaq bizim 27-miz. Cavab olar 27. Aha. Davam edirəm növbəti sualımla uşaqlar. Növbəti sualda 15-ci sual. 15-ci sualda mənə nə deyir? Mənə deyir ki, deməli, mərkəzi O nöqtəsində olan sektorda BA OD-yə nədir? 90 dərəcə altındadır. Aha, AD-nin 2 olduğunu verib, verilənləri yazaq. AO-nun 3 olduğunu verib. Deməli, sizin radiusunuz nədir uşaqlar? Sizin radiusunuz 5-dir. Baxın uşaqlar, o zaman çevrənin istənilən bir nöqtəsinə düz xəttinizi çəksiniz. Bu sizin radiusunuzdur və 5-ə bərabərdir. 5-dən 3-ə görə də AB-nin nə olduğunu, 4 olduğunu tapırsınız. Cavabınız baxın buradan elə 4 olaraq çıxır. Aha, davam edirəm. Növbəti sual 16-cı sualımla uşaqlar. 16-cı sualımda da bizə nə deyir? İfadəni sadələşdirək. Uşaqlar, mən ifadəyə baxıram. İfadə nədir? İfadə kubun cəminin və fərqinin mötərizə, daha doğrusu hər hansısa bir kədədin cəminin və fərqinin mötərizə kubunun açılışlarıdır görürəm uşaqlar. Bunu mütləq şəkildə görməliyik. Və yaxud da görməsək, bir əsas mötərizələri x-a bir dəfə 5-ə, bir dəfə x-a bir dəfə 2-yə vurmaqla açıb da yaza bilərsiniz. Amma tam olaraq bu nədir? A üzərinə gəlsin B-nin və A çıxılsın B-nin mötərizə kublarının açılışlarıdır. Bunu gördükdən sonra uşaqlar rahat şəkildə yazarsınız ki, deməli x kubu üzərinə gəlsin 5-in kubu, üzr istəyirəm, mötərizə kubu deyirəm, ədədlərin kubu, çox üzr sayın, ədədlərin kubu. Davam edirik. Üzərinə gəlinsin, nə? Üzərinə gəlməsin, çıxılsın, x çıx 2-nin kubu. X-in kubu yazarıq və çıxılsın, qabağına da mənfi olduğu üçün üzərinə gəlsin 2-nin kubu yazaram. Kublarımız ixtisar gedir uşaqlar. Deməli, alırıq nə? 125 ilə nəyin? 8-in cəmi bizə verəcək 133-ü. Cavabımız olacaq 133. 17-ci sualımdan davam edirik uşaqlar. A və B deyir ədədlərində A bölü B ədədinin tərtibi qiymətli hissəsindən nə qədər çoxdur deyir uşaqlar. Biz birinci növbədə bunun həm tərtibini, həm də qiymətli hissəsini taparıq. Yazaq uşaqlar, A bölünsün B bərabərdir nəyə? A-nın yerinə qiymətimizi yazsaq, 35 vurulsun 10 üstü 11. B-ni də yerinə yazsaq, 50 vurulsun 10 üstü mənfi 7-yə. Uşaqlar, buradan 35 ilə 50 ikisini də 5-ə bölsək, 7 qalır və 10 qalır. Niyə 10 saxladım? Çünki 10 ilə 10 üstü mənfi 7 sizə 10 üstü mənfi 6-nı verəcək.
Məxrəcdə mənfidirsə o nə edir uşaqlar? Sürətə müsbət olaraq qalxır. Yəni 7 vurulsun 10 üstü nə yazarsınız? Təbii ki 18 yazarsınız. Düzdürmü? Baxırıq. Bəli, 10 üstü 11-in üzərinə 6 gəlirəm, üzr istəyirəm, bunu gəlməliyik. 6 gəldikdə nə olacaq uşaqlar? 17 olacaq. Bizə deyir ki, nə qədər çoxdur? Təbii ki, 17-dən bu bizim nəyimizdir? Bu bizim tərtibimizdir. Bu isə bizim qiymətli hissəmizdir. Yəni 17-dən çıxırıq biz 7-ni və 10 olaraq cavabımızı alırıq. Cavab 10 olacaq. 18-ci sualımıza baxırıq uşaqlar. 18-ci sualda deyir ki, A deməli çoxluğunun yalnız tək ədədlərdən ibarət neçə ad çoxluğu var? Uşaqlar, neçə tək ədədi var? 5 var və 7 var. Yəni 5-7-yə görə bir dəfə 5 yazarsınız, bir dəfə 7 yazarsınız, bir dəfə də 5 ilə 7 yazarsınız. Cəmi 3 dənədir. Bunu başqa cür necə eləyirik uşaqlar? Çox olsaydı sayıları necə eləyirdik? Təbii ki, elementlərin sayına baxıram. 2-dir deyə nə edərsiniz uşaqlar? 2 üstü 2 yazarsınız. 2 üstü 2 qədər ad çoxluğu var bu seçilmiş 2 dənə elementin. Amma bir dənə boş çoxluğu olduğu üçün o bir dənəni çıxacaqsınız. Çünki sizə deyir tək ədədlərdən ibarət. Boş çoxluq tək ədədlərdən ibarət olmadığı üçün yenə 4-dən 1 çıxıb 3 olaraq cavabınızı alırsınız. Cavab olacaq 3. Davam edirəm 19-cu sualımdan uşaqlar. 19-cu sualımda mənə nə deyir? 19-cu sualımda da deyir ki, düzgün 7 bucaqlı piramidanın yan tili 5 sm, yan tili, baxın, uşaqlar, 7 bucaqlı piramidanın yan tili deyirsə, deməli, neçə dənə yan tilimiz var? 7 dənə də yan tilimiz var. 7 vurulsun, 5 yazarsınız yan tillərinin sayı. Deyir, bütün tillərinin uzunluqları cəmi 49 olarsa. Uşaqlar, oturacağının neçə dənə tərəfi var? Təbii ki, 7 dənə tərəfi var. Çünki 14 dənə tilimiz var da. Oturacağın tilinə də x desək, o zaman 7 vurulsun x yazaram və bunların cəmi nəyə bərabərdir uşaqlar? 49-a. O zaman 7x-in də bərabərdir nəyə uşaqlar? 49 çıx 35, yəni 14-ə. Oturacağın tilinin də 2 olduğunu aldım. Oturacağın tilinin 2 olduğunu bildim, amma məndən oturacağın perimetrini istəyir. Elə məndən nə istəyir? Baxın, bu 7x istəyir. 14-ü cavab 14 olaraq alırıq. Davam edirəm 20-ci sualımla. Hündürlüyü 4 cm, oturacaqları 2 cm və 5 cm olan düzbucaqlı trapesiyanın kiçik yan tərəfi ətrafında, yəni hündürlüyü var idi, hansı ki, o hündürlük ətrafında fırlanmasından deyir. Uşaqlar, gəlin bunu çəkək. Deməli, uşaqlar, belə düşünürük. Belə bir trapesiyamız var. Əslində, belə bir trapesiya demir bizə. Baxın, uşaqlar, bizdən bunu istəyir. Bir hissəni, bu trapesiyanı verib, bir yan deyir tərəfi, kiçik yan tərəfi üzərində fırlanmasından əmələ gələnən nədir? Cismin deyir. Nə əmələ gəlir uşaqlar? Əlbəttə ki, əmələ gəlir kəsik konus. Deməli, uşaqlar, deyir əmələ gəlməsindən alınan cismin yan səthinin sahəsini tapın. Uşaqlar, konusun yan səthinin sahəsi 2πr-dir. Amma mən, daha doğrusu baxın, deməli, bu bizim elimizdir, bu bizim erimizdir, həmçinin r, kiçik r və kiçik r. Normal konusun yan səthinin sahəsi s bərabərdir. Nə olacaq? Olacaq, deməli, pi r elə. Amma uşaqlar, burada kəsik konus olduğu üçün həm pi r l, həm də nə yazırıq uşaqlar? Böyük pi r l. Baxın, bu şəkildə. Və bunlardan da biz nə alırıq? Pi l, düsturumuz r üzərinə gəlsin. Həm bu şəkildə oturacaqların radiusları cəmçəşini yazırıq. Yan səthinin sahəsində. Düsturumuzu bildik. İndi gəlirəm uşaqlar radiuslarımıza. Radiuslarımız da əslində bilinir. Çünki, baxın, buranın 2 olduğunu bilirəm və digər tərəfində 5 olduğunu bilirəm. Hündürlüyümüzün də 4 olduğunu bilirəm. Uşaqlar, biz indi bilməliyik nəyi? Doğranı. Yəni, elimizi tapmalıyıq. Elimizi tapmaq üçün uşaqlar, hündürlüyümüzü bir dənə çəksək bu hissəyə. O zaman yazaram, bura 4-dür. Bura 2 olacaqsa, burada 2-dir. O zaman bura 3-dür. Elimizin də Pifagor teoremi ilə 5 olduğunu aldım. Elimiz də əgər 5-dirsə, gətirib yerinə yazsaq, alarıq pi vurulsun 5 və 2 üzərinə gəlsin 5 olaraq da cavabımız nə alınır? 35 pi bizim cavabımız olacaq. Cavabımız olur 35 pi. Amma bizdə burada pi-nin də qiymətini veribdir. Əgər pi-nin də qiymətini veribsə,
Yazarıq ki, nə? 35 vurulsun 3-ə. 35-i də 3-ə vurub nə alırıq uşaqlar? 105 olaraq cavabımızı alırıq. Cavab olur 105. Davam edirik 21-ci sualından uşaqlar. Tangens alfa çıxılsın kotangens alfanın 5 olarsa, kvadratları fərqi ifadəsinin müsbət qiymətini istəyir məndən uşaqlar. Birinci növbədə nə edərsiniz? Birinci növbədə uşaqlar onu açsa, alarıq nə? Tangens alfa çıxılsın tangens beta və tangens alfa üzərinə gəlsin tangens beta. Biz uşaqlar tangens alfa çıxılsın, üzr istəyirəm, kotangenslərimizi yazmalıydıq. Tangens alfa çıxılsın kotangens alfa və tangens alfa üzərinə gəlsin kotangens alfamız. Uşaqlar, biz buradan tangens alfa ilə kotangens alfanın nə olduğunu, 5 olduğunu bilirik. Mənə lazımdır nə? Tangens alfa üzərinə gəlsin kotangens alfanın neçə olduğunu. Uşaqlar, biz nə edərik? Biz belə yazarıq. Tangens alfa üzərinə gəlsin kotangens alfanın kvadratı nəyə bərabərdir uşaqlar? Bərabərdir tangens alfa çıxılsın kotangens alfanın kvadratı üzərinə gəlsin 4 bunların hasil tangens alfa ilə kotangens alfa. Uşaqlar, bu bizə nəyi verir? Təbii ki, 4'ü verir. Bəs bu nə idi? 5 idi. Kvadratı da nə olacaq? 25. 25'in üstünə 4, 29. Əgər bu sizə 29'u verirsə, o zaman mənim kvadratımız tangens alfa ilə kotangens alfanın cəminin kvadratı bizə 29'u verirdi. O zaman özü nəyi verir? Kökün altında 29'u verir. Yəni, biz gətirib buraya yazarıq nəyi? Kök altında 29'umuzu. Yəni, cavabımızı alırıq nə? 5, kök altında 29. Cavabımız 5, kök altında 29 olaraq cavabımızı alırıq. 22-ci sualla davam edirik uşaqlar. Müstəvi üzərində olmayan nöqtədən bu müstəviyə uzunluqları uyğun olaraq 2A üzərinə gəlsin 4 və 3A üzərinə gəlsin 11 cm olan 2 AB və AC mailləri çəkilmiş uşaqlar. Bir nöqtəmizi götürürük. Baxın, bir mailimizi çəkib və digər mailimizi çəkirik. Uşaqlar, AB deyir, AB və AC maillərimizdir. Birinin uzunluğunun 2A üzərinə gəlsin 4, digərinin uzunluğunun 3A üzərinə gəlsin 11 olduğunu bilirik və şərtdə bizə deyir ki, A nədir? A müsbət ədəddir. Müsbət ədəddirsə biz avtomatik olaraq bilirik ki, 2A üzərinə gəlsin 4'ünüz nədir uşaqlar? Kiçikdir, 3A üzərinə gəlinsin 11'dən. O zaman mən nə alıram? A'mız da böyüdür nəydən? A'mızın da 3A'dan 2A'nı çıxıram. Nəydən böyük olduğunu görürəm. 2A üzərinə gəlsin 4, bəli, 3A üzərinə gəlsin 11. Belə eləyərik. Belə edək. Heç o şəkildə yazmırıq. Heç bunu tapmağa ehtiyac yoxdur. Çünki bizdən onsuz da B-nin qiymətini istəyir. Tamam. Biz nə bilirik? Bizə deyir ki, AB və AC mailləri çəkilmişdir. Proyeksiyaları üçün uyğun olaraq proyeksiyalarımızı çəkək. Birinin proyeksiyası, digərinin proyeksiyası belə bu şəkildə. Bu da bizim nəyimizdir uşaqlar? Perpendikulyarımız da bilirik bu şəkildə. Uyğun olaraq deyir 3B üzərinə gəlinsin 2 və 4B çıxılsın 5'dir. Uşaqlar, biz bunu bildikdən sonra deməli, əgər kiçik hipoten uzundursa, digər proyeksiyamız da bir-birlərindən kiçik və böyük şəklində gedəcək. Nəyə əsasən uşaqlar? Çünki bunların bir tərəfləri ortaqdır. Hansı tərəfləri? Perpendikulyar. Baxın, bizim bu hündürlüyümüz nədir? Ortaqdır. Ona görə də biz nə yazarıq? Ona görə də biz rahat şəkildə yazarıq ki, 3B üzərinə gəlinsin 2. Kiçikdir nəydən? 4B çıxılsın 5'dən. O zaman B'miz də böyükdür nəydən uşaqlar? 7'dən. B'nin 7'dən böyük olduğunu bilirsiniz. Ən yüksək tam qiymət nədir? 7'dən böyük nə olacaq? Ən yüksək tam qiymətimiz 8. Sizin cavabınız olacaq. Davam edirəm növbəti sualımla, 23-cü sualımla uşaqlar. 23-cü sualda nə deyir bizə? Funksiyasının qrafiki absis oxunu bu nöqtələrində kəsir, ifadəsinin qiymətini tapın. Uşaqlar, bu nöqtələrdə kəsirsə, deməli sizin x1-inizin qiymətinin -5, x2-nin də qiymətinin 11 olduğunu bilirsiniz. Uşaqlar, Viet teoreminə görə x1 ilə x2-nin cəmi nəyə bərabərdir? x2-nin cəmi nəyə bərabərdir uşaqlar? Təbii ki, mənfi B bölünsün A-ya. Mənfi B bölünsün A-ya. Yəni, -5 ilə 11'in cəmdə bizə nəyi verir? Təbii ki, 6'nı verir. 6 yazarıq bu şəkildə. Sonra x1 ilə x2-nin hasili nəyi verir uşaqlar? C bölünsün A-nı. Yəni, bunların hasili də sizə nəyi verir uşaqlar? -55'i verir.
Bunları bildikdən sonra uşaqlar mənə nə verib? Mənə deyir ki, 3b çıx c böl 2 böl a ifadəsinin qiymətini tapın. 3b böl c bərabərdir a. 3b böl a yazaram və c böl a yazaram uşaqlar. B böl a-nın yerinə, baxın, mənfi b böl a-mız 6-dırsa, b böl a-mız nədir? Mənfi 6-dır. Yəni 3 vurulsun mənfi 6 yazacağam. C-nin də yerinə, C böl A-nın da yerinə mənfi 55 yazsam, üzərinə gəlsin 55 şəklində olacaq. Deməli, mənfi 18 ilə də 55 bizə nəyi verir uşaqlar? Mənfi 18, 55 bizə verir müsbət 37-ni verir. Müsbət 37 bizim cavabımızdır. 24-cü suala baxıram uşaqlar. 24-cü sualında mənə nə deyir? AN ədədi silsiləsində A8, A9, A10, 21-dir. Uşaqlar 8, 9 indeksindəki ədədlərin cəmi nədir? 27-dir. Onu 3-ə böldükdə A9 alırıq. Mən oradan A9-un 21 böl 3, yəni 7-yə bərabər olduğunu görürəm. Digər A2, A3, A4-də də 12-dir. 2, 3, 4-ün cəmi 9. Yəni mən A3-ün buradan nə olduğunu 12 böl 3, yəni 4 olduğunu alaram. Və məndən S11 istəyir uşaqlar. S11-im nədir? S11'im A1 üzərinə gəlsin A11 bölünsün 2 vurulsun 11'dir. Uşaqlar A1 ilə A11'in indeksindəki ədədlərin cəmi 12'dir. 9 ilə 3'ün də cəmi nədir? 12'dir. Rahat şəkildə yuxarıya 7 üzərinə gəlsin 4 bölünsün 2 vurulsun. Nə yazarıq? Yazarıq 11'i bu şəkildə. 11 11'ə vururam. 121'in də yarısı sizə nəyi verir? Təbii ki verəcək. 121'in yarısı 60,5 sizin cavabınız olacaq. Deməli, sizin S11'inizin cavabı olur nə? 60 ilə 15'in, daha doğrusu A9 ilə A3'ün cəminin yarısının 11'ə hasil, yəni 60,5 bizim cavabımızdır. Davam edirəm növbəti suala. Növbəti sualım nədir uşaqlar? Sonuncu sualımızdır. 25-ci sualdır. 25-ci sualda mənə nə deyir uşaqlar? Baxaq diqqətlə. 25-ci sualda deyir ki, cədvəldə xarici dil fənlərindən məşğələlərə gedən şagirdlərin sayları verilmişdir. Və nə istəyir? Deyir ki, bu şagirdlərdən təsadüfən ikisi seçilir. Və onların hər ikisinin eyni dili bilən şagirdlərin olması hadisəsini. Uşaqlar, birinci növbədə eyni dili bilən cəmi neçə uşağım var? 8 uşağım var. Alman dilini bilən 5 uşağım var. İngilis dili bilən 17 uşağım var. Bunlarda cəmi nə qədər uşağım var uşaqlar? Cəmi uşaqlarımızın sayı olacaq 8, 5, 17. 30 uşağımız var uşaqlar cəmi. Deməli, yazırıq 30 uşaq. Cəmi 30 şagird. Yazdıq. Sonra bizə nə deyib? Bu 30 şagirddən uşaqlar neçəsi seçilir? İkisi seçilir, düzdürmü? İkisi seçilir. Bir dəfə 8 dənə olan fransızdan seçiləcək, bir dəfə 5 dəfə olan alman dilindən seçiləcək, bir dəfə də ingilis dilindən seçiləcək uşaqlar. Hansı şəkildə yazarsınız? Təbii ki, ilk növbədə aşağıya yazıram nə? 30 kombinezon 2, 30 nəfərdən ikisi seçilir. Birinci 8 nəfərdən ikisi seçilməklə biri ola bilər, yəni 30 nəfərdən ikisi ancaq fransız. Çünki sizə deyir axı ki, hər ikisi eyni dili bilən. O zaman bir dəfə 8 kombinezon 2 yazarsınız, bir dəfə yazarsınız 5 kombinezon 2 və 17 kombinezon 2 yazacaqsınız. İndi bunları hesablayaq uşaqlar. Aşağıya nə yazırsınız uşaqlar? Aşağıya yazırsınız, deməli, nəyi? 30 ilə 2-dirsə biz nə edirdik? Bilirik ki, bir dəfə yazarıq 30 faktorial bölünsün fərqlərinin və özü faktorial, həmçinin 8 faktorial bölünsün 6 faktorial vurulsun 2 faktorial və üzərinə gəlsin 5 faktorial bölünsün 3 faktorial, 2 faktorial və üzərinə gəlinsin 17 faktorial, 15 faktorial və 2 faktorial. Elə hər tərəfi 2 faktoriala vursaq, hər tərəfi. Baxın, bunlar gedir. Bunları apara bilirik. Sonra davam edəsək. Davam edirik hansı şəkildə? Yazarıq belə. Yazarıq yuxarıda nə? 8 faktorialla 6 faktorial ixtisar edəndə 8 vur 7 qalacaq. 5 vur 4 qalacaq. Və 17 vur nə qalacaq? 16 qalacaq. Aşağıda da həmçinin 30 ilə 29-un hasilidir. Uşaqlar, bir-bir bunları taparam. Bir-bir bunları taparam. Deməli, nə alıram? 8-i 7-yə vururam. 56. 56 üzərinə gəlsin 20. Üzərinə gəlsin
17 vur 16, 17-ni 16-ya vuranda 170, 102, 272 olaraq cavabımızı alırıq. Aşağını hələ ki saxlayıram uşaqlar. Yuxarını cəmləsəm nə alıram uşaqlar? Yuxarını cəmlədikdə alırıq. Deməli 76, 72, 348. Aşağıda 30 vurulsun 29 uşaqlar. 348 ilə 30'un ikisi də 6-ya bölünür. 6-ya bölünüb 5 alarsınız. 6-ya da böldükdə nə alırıq? Alırıq 58 alırıq uşaqlar. 58 alırıq. 58-dən də 29 ixtisar edir. 1 qalır, 2 qalır. Cavabımız 5-də 2-dir. Açıq sual olaraqdırsa 0,4 olaraq cavabınızı qeyd edirsiniz. 25-ci sualda cavabı 0,4 olacaq. Bugünkü izahımız da bu qədər uşaqlar. Ümid edirəm sizin üçün yararlı bir izah olar. Nə fikirləriniz olsa mənlə bölüşməyi unutmarsınız. Özünüzə yaxşı baxın. Növbəti videomuzda görüşərik. Sağ olun.